Deməli, gecə növbələrinin birində Fikrət Əhmədov vardı, Lor şöbəsinin müdürü idi. Deyir, indi olmasın, yaxşı buran həkimi idi. Axşam növbələrində bəzən gəlirdi. Deyirdi, Pərviz söz, götürürdü, deyirdi, Pərviz, ya yaxşı həkim olmalısan, ya olmamalısan. Sizi ruhlandıran bir xəstənin həyat hekayəsini bölüşə bilərsinizmi? Həyat haqqında ən böyük dərsi hansı pasiyentdən öyrəndiniz? Hər bir pasiyent özündə bir hekayə daşıyır və hər biri məni ayrıca ruhlandırır. Mənim üçün estetik əməliyyatlar təkcə görünüşün yaxşılaşdırılması deyil və onların həyat keyfiyyətinin artması, özünə inamının artması, özünə sevgisinin artmasıdır ki, bu da mənim üçün ayrıca bir unudulmaz bir xatirədir, unudulmaz bir anlardır. Uşaq və yeniyetmə vaxtı həkim olmaq istədiyiniz anı necə xatırlayırsınız? Bugünkü siz, o uşaq mən həkim olacağam deyəndə nə hiss eləyirdi və ona nə cavab verərdiniz? İndi hiss etdikləriniz qürur hissidirmi, yoxsa peşmançılıq? Deməli, Ramil müəllim, çox maraqlı bir nüans danışacağım sizə. Mən Tibb Universitetində tələb olduğum dövrlərdə köhnə Şəhçilər balnisası deyirdilər, 4 saylı Əfəndiyev xəstəxanasında. Orada gecə növbələrində tibb qardaşı olaraq çalışırdım və Lor şöbəsində, otorinolaringologiya şöbəsində işləyirdim ki, və mən Tibb Universitetinə girdiyim andan bilirdim ki, mən də gələcəkdə otorinolaringoloq olacam. Həmişə hədəflərimi öncədən müəyyən eləmişəm. Deməli, gecə növbələrinin birində Fikrət Əhmədov vardı, Allah ona rəhmət eləsin. O vaxt bizim şöbə müdürüydü, Lor şöbəsinin müdürüydü. O gəlirdi, deyir, indi olmasın, yaxşı buran həkimi idi. Axşam növbələrində bəzən gəlirdi. Deyirdi, Pərviz söz, onun bir şkafı var idi, orada hər cür pasiyentlərin verdiyi yaxşı xarici, bahalı işçilər olurdu. Bir 50 qram süzəndə götürürdü, deyirdi, Pərviz, ya yaxşı həkim olmalısan, ya olmamalısan. Bu söz mənim yaddaşıma yazılıb və artıq 25 ildir ki, o sözü heç vaxt unutmuram. Həmişə beynimə yazılıb ki, ya yaxşı həkim olmalısan, ya ümumiyyətlə həkim olmamalısan. Allah Fikrət Əhmədova rəhmət eləsin. Bu mənim üçün bir həyat devizi olmuşdur bu söz.